İrəvanla güya sülh quran Bakı, Qarabağ Azərbaycandır deyə müharibə günlərindən məşhur olan iyrənc şüarla nəsil yetişdirməyə davam edir. Azərbaycanlı jurnalist Cavid Əhmədov Azərbaycan məktəblərinin birində düşmənçilik təbliğatı haqqında video yayımlayıb. Yeni nəslin dünya görüşü belə formalaşır və Azərbaycan dövləti düşmənçiliyə bu cür havadarlıq edir. Məktəb dərsliklərində ermənilər təcavüzkar, düşmən adlandırılır və uşaqlara kiçik yaşlarından ermənilərin güya Azərbaycan torpaqlarını oğurladığı fikri aşılanır. Halbuki öz əməllərini kənardan izləsələr, görərlər ki, öz səhnələşdirmələrində zorakılıqla və ölüm hədəsi ilə Qarabağ Azərbaycandır ifadəsini qoparmağa çalışırlar. Kəlbəcərin 34 nömrəli məktəbi də və bütün Artsakda mənzərə belədir. İşğal olunmuş ərazilərdəki məktəblərdə bir ənənə formalaşıb ki, tənəffüs zamanı məktəbin bütün ərazisində 2 dəfə İlham Əliyevin səsi eşidilir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Azərbaycanlı məktəblilərə öyrədirlər ki, onların tarixi vətəni indiki Ermənistan ərazisində yerləşir və onlar bu ərazini Qərbi Azərbaycan adlandırırlar. Məsələn, Xaçmazdakı Zəfər Parkında Qərbi Azərbaycan bizim vətənimizdir başlığı altında festival keçirilib və bu festival zamanı yerli şagirdlər Talin və Qərni kimi erməni yer adları ilə əl işlərini təqdim ediblər. Faktiki olaraq Bakıda uşaqlar sülh ideologiyası ilə deyil, revanş və ərazi ideyaları ideologiyası ilə böyüyürlər. Bakı diktatoru Əliyevin bizi ittiham etdiyi bir şeydir. Bu təhsil siyasəti rəsmiləşdirilir. İlham Əliyev öz çıxışlarında alçaldıcı terminlərdən istifadə edir və təhsil sisteminə və cəmiyyətə aydın göstəriş verir. Ermənilərə nifrət etmək dövlət tələbidir. Bu siyasətin maddi təcəssümü Bakının mərkəzində yerləşən Hərbi Qənimətlər Parkıdır. Burada 2020-ci il müharibəsi zamanı ələ keçirilmiş erməni hərbi texnikası, erməni hərbiçilərinin istehza və alçaldılma obyekti olan manekenləri nümayiş etdirilir. Bakı hökumətinin nifrəti Zəfər Parkından başlamayıb. Bu daha əvvəl Ramil Səfirovun erməni zabitini balta ilə öldürməsi və onun qəhrəman kimi qarşılanması zamanı aydın idi. Park da eyni məntiqlədir. Həlak olanların dəbilqələri və uşaqlar üçün irqçi manekenlərlə. Bu insanlıqdan çıxarmaqdır. Bu park açıq səma altında erməni düşmənçiliyi dərsliyidir. O, aydın bir mesaj ötürür. Müqabilə hələ bitməyib və nifrət davam etməlidir. Azərbaycanda dərsliklərdən tutmuş prezidentin çıxışına və Hərbi Qənimətlər Parkının eksponatlarına qədər erməni düşmənçiliyi təbliğatı sübut edir ki, bu dövlət ideologiyasının özəyinə çevrilib. Beynəlxalq ictimaiyyət sülh yaratmağa çalışdığı bir vaxtda Bakı yeni müharibələr üçün proqramlaşdırılmış bir nəsil yetişdirir və həmin ölkədəki mövcud tendensiyaları nəzərə alaraq real sülh gözləntisi ağıllı insanlar üçün sadəlövhlükdür.